Mən düşdüm, gəldim, o da xanım dedi ki, Здравствуйте, добро пожаловать. Dedim, вот наш паспорт, пожалуйста, мы здесь, да, будем сегодня ночевать. Baxdı, ой, у вас народный артист, он тоже здесь. Dedim, gözlədim ki, ay, Niyaməddin müəllim də buradadır, qardaş. Otağımızda böyrə düşdü. Mən də gecə saat 2-dir, gəldim, yıxıldım, yatdım. Səhər tezəndən görürəm, səsi gəlir, oxuyur edilsin. Mənim gözlərimin arasısan, alo, kiməsə danışır. Bir dənə mənə tanararsan, ayrən, bir də qara çörək, qara çörək. Qara çörək deyirəm sağ, qara çörək, əsəbləşir. Mən də gəldim otelin ağzına, Allah hamd olsun. Bu qapısının ağzına gəlirəm ki, girim axşamkına görə üzr istəyim ki, Niyaməddin müəllim, məclisdir, ziyafətdir. Mən kimi parod edirəm, sevərəkdən parod edirəm. Valla, yəni, gəlirəm qapının ağzına, yox, nə deyim mən ona. Qapının axırı döydüm, tık-tık. Elə bir ruslu axı, nə bilin, elə bir... Sor, tamam. Dedim, Niyaməddin müəllim, mənəm, bu Azərbaycanı da kimsə. Gəldi, açdı belə. Məndən nə istəyirsən? Yenə sən, yenə sən. Məndən nə istəyirsən? Girmişəm içəri. Dedim, valla, mən sevərəkdən, Niyaməddin müəllim, mən orada nə bir şeylər ki, tuyet edirəm, parod edirəm, qulaq aç, gör nə deyirəm. Ona görə, dedim, Niyaməddin, Allah köməyiniz, valla, mənim burada heç problem olasın.